Ümumiyyətlə Neftçinin oyun çətin idi, necə idi? O barədə təəssüratlarını öyrənmək istəyərdik. Neftçi ilə oyun həmişə çətin olur, həmişə gərgin olur. Elə Neftçinin adı belə götürəndə bəsdir ki, o özünü bu oyuna hazırlamaq üçün Neftçinin adı bəsdir. Yəni əlavə sənə lazım deyil səni oyuna hazırlayan bir nəsə də axtarasan. Ona görə bilirdik, çox yaxşı keçdi oyun. Necə, birinci hissə düzdür, biraz çətinlik yaşadıq. Onlar bizdən daha çox top saxladı. Amma ikinci hissə tam fərqli biz oyun oynadıq. İndi onu fiziki vəziyyətimizə görə mi deyim, və yaxud hansısa nüanslara görə, yəni istədiyimiz oyunu oynadıq, 3-0 qazandıq. Yəni qol vurdum, çox sevinirəm, keçmiş komandama qol vurdum. Yəni daha da necə gələn oyunlarda da vurmaq istəyirəm. Əslində düzdür, birinci komandanın qalibiyyəti önəmlidir. Mən də həmişə yəni bu prinsipim olub. Amma fərqlənmək də yəni bu da ayrı bir gözəllikdir, bu ayrı bir stimuldur insan özünə. İnşallah bizi çətin oyun gözləyir. Lənkəranda, Xəzər Lənkəranın oyun. Ümumiyyətlə bu oyunda nə gözləyirsən və ümumiyyətlə nə fikirləşirsən? Necə olacaq, necə keçəcək oyun? Yəni bu oyunda gözlənilən şeylər odur ki, yəni turnir cədvəlinə biz baxsaq, görərək ki, çox sıx bir oyunlar gedir. Xallar da çox sıxdır, aradakı xal fərqləri də azdır. Yəni ona görə də yəni nə olsun hər bir oyuna qələbə üçün çıxmaq lazımdır. İndi Lənkəranla oynayacağıq. Yəni biz 3 xal qazanarıqsa nə əldə edirik və 3 xal itirəriksə nə əldə edirik, bunu biz fikirləşməliyik. Buna çox yaxşı başa düşürük, oyunun mahiyyətini çox yaxşı başa düşürük. Ona görə də yenə deyirəm, düzdür, çox ağır oyun olacaq, çox çətin oyun olacaq. Bu dəqiqə formada olan komandalar arasında birincisi bəlkə də deyərdim, elə Lənkərandır. Ona görə də bilirik, yəni nə gözləyir bizi, ona da hazırıq. İndi həmişə bilirik ki, Lənkəran stadionunda tamaşaçılar böyük bir əhəmiyyət kəsb edir və yəqin ki, sabahki oyunda böyük bir tamaşaçı kütləsi olacaq. Yəni ki, komandada ya sənə görə ümumiyyətlə bu tamaşaçıların yəni çoxluq olduğu bir psixoloji təsir eləmirmi? Düzdür, yəni mən arzu elərdim ki, bütün komandalarda bu cür azarkeş kütləsi olsun. Yəni istər Bakıda, istər Lənkəranda, hər bir bölgəmizdə harda ki futbol var. Orada istərdik belə bir azarkeş olsun. Azarkeş olanda biraz futbolçu üçün daha da maraqlı olur oyun. Ola bilsin ki, o bizə biraz mane olsun. İndi baxır o futbolçunun meydançada necə deyim, o azarkeşdən necə təsirlənməsinə baxır. Amma yəni mən inanmıram ki, bu bizə mənfi təsir göstərəcək. Yəni yaxşı oyun nümayiş etdirən komanda rəqib komandanı da azarkeş alqışlayır. Yəni bu prinsiplə yanaşıram.